Salam əziz Azərbaycanlılar. Bugün sizə Azərbaycanın cəngavər, qəhrəman övladlarından biri olan şərqi işğalçılardan azad edən Nuriddin Zənki haqqında qısa danışacağım. Ən böyük ərəbşünas, tarixşünaslardan biri olan İbn Əsir Əl-Kəmil fit-Tərix, tarixdə kamallıq kitabında buyurur ki, Əyyubilərin Nuriddin Zənki ilə birləşməsinin, onunla görüşməsinin səbəbi onların Azərbaycanın qədim Duvin şəhərindən olmasıdır. Duvin şəhəri də Azərbaycanın Zəngəzur mahalındadır. Ərəb dilində Zəngəzurlu deyəndə Zənki deyirlər. Bu da tam ərəb dilinin qrammatikasına tam uyğundur. Ərəb dilində mürəkkəb sözləri mənsubiyyət şəkilsi əlavə edərkən onun birinci hissəsinə əlavə edirlər. Necə ki, Suriyada bugün Deir-i-Zur şəhərində Deir-i-Zurlu deyəndə Əd-Diri deyilir ərəb dilində. Yəməndə Hadramut şəhərinə Hadramutlu deyəndə Hadari deyirlər. Türkiyənin Ayntəb şəhəri, Antəb şəhəri ərəb dilində Ayntəbdir. Ona nisbət isə Ayni deyilir. Bunun üçün də fikrimcə Nuriddin Zənkinin Zənki təxəllüsü olmasının əsas səbəbi də onun Zəngəzurlu olmasıdır. G hərfi də ərəb dilində K ilə əvəz olduğu üçün K hərfi ilə, necə ki, Gəncəviyə Kəncəvi dedikləri kimi, bu şəkildə də Nuriddin Zənki Zəngi təxəllüsündə Zəngəzura nisbət olduğuna görə qəbul etmişdir. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun, var olun.